Qusarın böyük kəndlərindən olan Həzirə rayon mərkəzindən 24 kilometr şimal-qərbdə, Qusar mayili düzənliyində Samur çayının sahilində yerləşir. Meşələrin arasından keçən, qıvrılıb açılan yollardan sonra hündür yamacın üstündən kəndin heyrətamiz mənzərəsi açılır. Дорогие друзья, не забудьте подписаться на наш канал. Это будет вашей реальной поддержкой. Əziz dostlar, kanalımıza abunə yazılmağı unutmayın. Bu, sizin bizə real dəstəyiniz olacaq. Qani dostlar, kanal Хлюпадал, Амкихин Герекия. Юлия Волмир, Яры Dügmədəliliz. İm, Küpada Çazurba Küməkşədə. Kəndin qədim adı Yarğundur. Yerli sakinlər və rayon əhalisi bu yaşayış məntəqəsini belə də adlandırır. Min illərin şahidi olmuş Yarğun haqqında ilk dəfə eramızın əvvəllərində yaşamış tarixçilər məlumat vermişlər. 2-ci əsrin məşhur coğrafiyaçısı Klavdi Ptolemeyin çəkdiyi xəritədə və onun coğrafiya kitabında Qafqaz Albaniyasının bir sıra şəhərlərinin, o cümlədən Yarğunun adı göstərilib. Alim bu şəhərin iki çay arasında yerləşdiyini bildirir. Burada indiki Samur və Qusar çayları nəzərdə tutulur. Ptolemey bu qala şəhərin əlverişli strateji mövqedə yerləşdiyini, bəzi vilayətlərin yollarının buradan keçdiyini də qeyd edir. Vizantiyalı Stefan özünün tayfalar haqqında kitabında Yarğunun müdafiə səddinə malik qədim şəhər olduğunu, qalın meşələrin və iti axan çayın, yəni Samurun işğalçılarla döyüşlərdə ona üstünlük verdiyini yazır. Orta əsrlərdən başlayaraq ərəb tarixçiləri də Yarğun haqqında maraqlı məlumatlar vermiş, onun 8-ci əsrin ortalarınadək qala şəhər kimi mövcud olduğunu qeyd etmişlər. Əl-Kufi özünün kitab Əl-Futuh əsərində Yarğunun dağın ətəyindəki hündür təpədə, meşələrin qoynunda yerləşdiyini, onun mərkəzini ələ keçirməyin qeyri-mümkün olduğunu göstərmişdir. Kəndin ərazisindəki mühüm arxeoloji abidələrdən biri olan bu qurğanın tarixi eramızdan əvvəl 1-ci minilliyə aiddir. O, ləzgi dilində Keletxur adlanır və qala kənd mənasını verir. Qurğanın üstündən ətraf ovuc içi kimi görünür. Bu əsrarəngiz mənzərəyə Şahdağ, Bazar düzü, Qatun dağı bir əzəmət gətirir. Samur çayının o biri sahilindən Dağıstanın ləzgi kəndləri üzə gülür. Kəndin tarixi bu qurğanla sıx bağlıdır. O, 3 terrasdan ibarət olub hündürlüyü 48 metrə çatır. Alimlərin fikrincə, sıldırım yamacları təpəni əlçatmaz etdiyinə görə orta əsrlərdə hər 3 terrasda əhali yaşayıb. Burada evlər qədim ləzgi memarlığı üslubunda bir-birinə yaxın tikilib, damdama, eyvan-eyvana söykənib. 3-cü, 13-cü əsrlərdə Yarğunun iri yaşayış massivi olması haqqında xeyli tarixi məlumatlar var. 1976-cı ildə kənddə aparılmış arxeoloji axtarışlarla bağlı hesabatda qeyd olunduğu kimi, qazıntılar zamanı buradan daş divar qalıqları, gil və saxsı qablar, müxtəlif məişət əşyaları tapılıb. Bütün səmtlərdən təpənin eyni cür görünməsi kəndin strateji cəhətdən olduqca əlverişli mövqedə yerləşdiyini göstərir. Onun düşməndən qorunmaq üçün güclü müdafiə sisteminin olduğunu təsdiq edən dəlillər çoxdur. Kəndin müxtəlif ərazilərindəki 10 qədim qəbristanlıq onun tarixini eramızdan əvvəlki dövrlərə aparır. Burada Çuruxür, Qulla, Rütsel, Hamçur, Qunqunqam kimi qədim yurd yerlərinin xarabalıqları indi də qalmaqdadır. Uca təpə mənasını verən Qaqanc Erel adlı məskən Qafqaz Albaniyası dövründən yadigardır. Kəndin ağsaqqal müəllimi Mail Babaxanov məni belə qədim yaşayış məskənlərindən biri ilə tanış edir. Samur çayının sahilində, sıldırım yamacın üstündəki geniş düzənlikdə salınmış Ştul adlı bu kənddə bir zamanlar 100-dən çox ev olub. İndi həmin məskəndən yadigar kimi yalnız bu qəbristanlıq qalıb. Mail müəllimin sözlərinə görə, Sovet dövründə təsərrüfat işləri görülərkən buradan çoxlu sayda qəbir daşları kənara daşınıb. Yerin altından xeyli ərzaq küpləri də çıxıb. Onlardan salamat qalanlarını kənd sakinləri öz evlərində qoruyub saxlayır.
Yarğunlular 18-ci əsrin sonlarında 2-ci Yarğun, yəni 2-ci Həzrə və 20-ci əsrin əvvəllərində Yarğunuba, Həzrəoba kəndlərində salmışlar. Yarğun sözünün etimologiyası ilə bağlı bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar bu adın ləzgi dilindəki yar sözü ilə bağlı olduğunu qeyd edir. Bu da təsadüfi deyil. Ləzgilərin qədim kənd təsərrüfatı təqvimində yar martın 21-dən aprelin 4-nə kimi davam edən baharın ilk ayının adıdır. Yar sözünün günəşin nuru kimi mənası da var. Yarğun sözü yaruhun, qızarmaq mənasında verir. Bəzi alimlər Yarğun aykonimini ləzgilərin qədim Rus dinindəki təbiəti dirçəldən yar tanrısı ilə əlaqələndirir, xristianlığı qəbul edənədək çoxlu tanrılara sitayiş edən ləzgilərin bir sıra yaşayış yerlərini onların adları ilə adlandırdıqlarını qeyd edirlər. Yarğun aykoniminin sonundakı N hərfini inkar edən, onun folklor nümunələrində yarğu kimi mövcud olduğunu iddia edənlər də var. Bəs kəndin ikinci adı olan Həzərə necə yaranıb? Bəzi tədqiqatçılar onun Həzrət Şeyx Cüneydin adı ilə bağlı olduğunu iddia edirlər. Lakin qeyd edək ki, Şeyx Cüneyd burada dəfn olunana, yəni 15-ci əsrə kimi bu kənd mövcud olmuşdur və Həzrə aykoniminin Həzrət sözü ilə heç bir əlaqəsi yoxdur. Bu ad Xəzər, ləzgicə Hezər sözü ilə bağlıdır. Tarixi məxəzlərdə göstərildiyi kimi, Xəzərlər 6-cı əsrdə Yarğun şəhərinə hücum edəndə güclü müqavimətə rast gəlmiş və böyük itkiyə məruz qalmışlar. Ağır döyüşlərdən sonra şəhəri ələ keçirən Xəzərlər Yarğunun adını dəyişib Hezər, Xəzər qoymuşlar. Bu barədə ilk dəfə ərəb tarixçisi Bəlami məlumat verib. İbn Əl-Əsir ərəblərlə Xəzərlərin döyüşləri haqqında məlumat verərkən, ərəblərin əvvəllər Xəzərlərin ələ keçirdikləri Xamzin, Belenjer şəhərləri ilə yanaşı Yarğunu da tutduqlarını yazır. Qeyd edək ki, ərəblər Yarğunu işğal edəndə tarixi məxəzlərdə onun adı həm də Hezər, Xəzər kimi gedirdi. Bəzi alimlərin fikrincə, Yarğundan köçürülənlər doğma şəhərin daşıdığı ikinci adı, Hezər adını o vaxt Qəbələdə saldıqları yeni kəndə vermişlər. Bu fikirlə razılaşmaq mümkün deyil. Çünki hələ ərəblər gələnə kimi Xəzərlər Qəbələ ərazisində ələ keçirmiş və burada bəzi yerlərə öz adlarını vermişdilər. Hazırda bu rayonda mövcud olan Həzrə dağını və Həzrə kəndini buna misal göstərmək olar. Kəndin adının Həzrət Şeyx Mansurun şərəfinə verildiyi fikri həqiqəti əks etdirmir. Həm Qusarın, həm də Qəbələnin Həzrə kəndlərində orta əsrlər qəbristanlığının mövcud olması vaxtilə həmin yerlərdə kəndlərin olmasından, sonralar bu kəndlərin adlarının dəyişdirilməsindən xəbər verir. Akademik Krımskinin yazdığına görə, hələ Xasrov Anuşirvanın dövründə Qafqaz Albaniyasına 10.000 Xəzər köçürülmüşdü. Xəzərlərin əlində olan Qəbələ şəhərində onların inzibati mərkəzi yerləşirdi. Akademik Ziya Bünyadov da bu fikri təsdiq edərək yazmışdır. Xəzərlər onda nəinki Qəbələdə, indiki Qusar və Mingəçevir şəhərlərinin ərazisində də yaşamışlar. Keçmiş Qəbələ və digər qonşu vilayətlərin ərazisində indi də Xəzəri adlı kəndlər vardır. Onun yazdığına görə Xəzərlər Qafqaz Albaniyası ərazisində 150 ildən çox qalmış və şübhəsiz həmin müddət ərzində bu ölkədə Xəzər, Hezər adlı onlarca kənd salmışlar. Rus tarixçisi Artomonovun Xəzərlərin tarixi kitabında qeyd olunur ki, 783-cü ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin Samurla Şabran arasındakı əraziyə köçürdüyü Xəzərlərdən 7000 nəfər öz vətəninə qayıtmayıb burada qalmışdı. Onlar 30 kənddə yaşamış, 10 yeni kənd salmışdılar. Bütün bunlar göstərir ki, yuxarıda adları çəkilən şeyxlərdən hələ bir neçə əsr əvvəl indiki Qusar və Qəbələ rayonları ərazisində Hezər adlı yaşayış yerləri mövcud idi və onların Həzrət sözü ilə heç bir əlaqəsi yoxdur. Yarğunun ikinci adının Həzərə deyil, Hezər olduğunu Qusar rayonu ərazisindəki patronimlər də sübut edir. Rayonun Kuzun, Kuzunqışlaq, Çətkün, Cağar, Xuray, Atluxan və Qılaq kəndlərində Hezərlər, Hezərar patronimi, Xuray kəndində həm də Hezər məhəlləsi vardır.
Orta əsrlərdə Yarğunun ətrafında əkinçilik və heyvandarlıq, şəhərin özündə isə sənətkarlıq, o cümlədən dəmirçilik, qalayçılıq, duluzçuluq, dülgərlik, boyaqçılıq, mahud istehsalı inkişaf etmişdi. Yarğun yapıncılarının sorağı ilə buraya qonşu əyalətlərdən də tacirlər gəlirdilər. Qadınların böyük hissəsi xalçaçılıqla məşğul olurdu. Burada toxunan gəbə və sumaqlar keyfiyyəti və naxışlarının gözəlliyi ilə seçilirdi. Bəzi tarixçilər yazırlar ki, başqa ölkələrdən gələn sövdəgərlər Dərbənd və Şirvanla yanaşı Yarğu ilə də alver edir, ən çox isə xalçalar və atlar alıb aparırdılar. Burada bəslənən Yarğu atlarının şöhrəti bütün Qafqaza yayılmışdı. Mərvan İbn Məhəmmədin əmri ilə Yarğundan 1500 seçmə at aparılmışdı. Ümumiyyətlə 9-cu, 10-cu əsrlərdə ərəblərin ləzgilərdən xərac kimi atlar apardıqları məlumdur. 1740-cı ildə Nadir Şahın göstərişi ilə Samurun sahilindəki kəndlərdən 2000, 1914-cü ildə 1-ci Dünya müharibəsi başlananda isə Rus çarının əmri ilə 4000 at aparılmışdı. Yarğun tarix boyu dəfələrlə Xəzərlərin, Farsların, Ərəblərin, Monqolların, Rusların hücumlarına məruz qalıb, bir neçə dəfə tamamilə dağıdılıb. Həmin dövrlərdə buradan Tağan və Xariz kimi məşhur pəhləvanlar, Butay, Şeyx Məhəmməd və Xan Butay kimi el qəhrəmanları çıxıb. İran qoşunları Yarğuna bir neçə dəfə hücum edib. 1460-cı ildə Samur çayının sahilində baş vermiş döyüşlərdə həlak olan Səfəvi hakimi Şeyx Cüneyd Yarğunda dəfn olunub. 84 il ötəndən sonra 1544-cü ildə Səfəvi şahı 1-ci Təhmasib Şeyx Cüneydin məzarını Ərdəbilə köçürtdürür və üzərində türbə tikdirir. Onun əmri ilə Yarğunda da eyni ilə bu cür türbə inşa edilir. Şeyx Cüneyd türbəsi maddi mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. Memarlıq üslubu ilə diqqəti cəlb edən türbə bişmiş kərpicdən inşa edilib. Böyük günbəzlə örtülmüş abidə əsas binadan və hücrələrdən ibarətdir. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə 16-cı əsr sənətkarlığının gözəl nümunəsi kimi diqqət çəkir. O, möhkəm ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınıb. Azərbaycanda Sovet hakimiyyəti qurulana kimi Yarğunun və qonşu kəndlərin əhalisi türbədən ibadətgah kimi istifadə edib. Onun nəzdində fəaliyyət göstərmiş mədrəsədə dini elmlərlə yanaşı dünyəvi elmlər də tədris olunub. Türbənin ətrafındakı qədim qəbiristanlıqda bu kəndin sakinləri ilə yanaşı Səfəvi döyüşçüləri də dəfn edilib. Türbədən bir qədər aralıdan 3-4 metr dərinlikdə 35-40 metr uzunluğunda tunel keçir. Mavi rəngli kərpiclə bəzək vurulmuş həmin tunel Qeletxura qədər uzanır. Onun müdafiə məqsədi ilə inşa olunduğu ehtimal edilir. Sovet hakimiyyətinin ilk illərində Yarğun əhalisinin sayına görə keçmiş Qusar nahiyəsinin 3-cü böyük kəndi idi. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünəndə Həzrə rayonu yaradılmış, Məhəmməd Cəfərov rayon partiya komitəsinin 1-ci katibi Tayyib Tayyibov katibi təyin edilmişdir. 1930-cu ildə rayon mərkəzi Hilə, 1934-cü ildə Qusara köçürülmüşdür. Yarğun maarifçilər, alimlər, şairlər diyarı kimi tanınır. 19-cu əsrin məşhur şairi İsaq Əfəndi bu kəndin yetirməsidir. 1890-1914-cü illərdə Yarğunda, o cümlədən Quba qəzasının və Kürə mahalının bir neçə kəndində məktəblər açmış Carulla Aslanovun təşəbbüsü ilə Qubada Səfa Cəmiyyəti, Yarğunda Maarif Cəmiyyəti yaradılmışdı. 20-ci əsrin əvvəllərində Hacı Qambay Şimali Azərbaycanda və Cənubi Dağıstanda şəxsi vəsaiti ilə bir neçə məscid və məktəb tikdirmişdi. İnqilabdan əvvəl kənddə şəxsi evlərdə mədrəsələrlə yanaşı məktəblər də fəaliyyət göstərmişdir. 1886-cı ildə burada İbtidai Rus məktəbi, 1903-cü ildə orta məktəb fəaliyyətə başlamışdır. 1919-cu ildə kənddə qızlar məktəbi açılmış, Axtılı Aybikə Mürsəlova oranın müdiri təyin olunmuşdur. 1930-cu ildə tikilib istifadəyə verilmiş bu məktəb binasında 300-dən çox şagird təhsil alırdı.
Ötən əsrin sonlarına kimi qonşu kəndlərdən oxumağa gələn şagirdlər burada pulsuz yataqxana və yeməkxana ilə təmin olunurdular. Təhsil göstəricilərinə, ali məktəblərə qəbul olunan gənclərin sayına görə Həzrə kənd orta məktəbi uzun illərdir ki, rayonun qabaqcıl məktəblərindən biri sayılır. Kəndin yetirmələri arasında adlı sanlı adamlar var. General Məmmədbəyev Siracəddin Xazırınski 20-ci əsrin əvvəllərində Şimali Qafqaz Dairəsi Siyasi İdarəsinin rəisi olmuşdur. 1924-cü ildə Fokker 3 təyyarəsini sınaqdan keçirərkən qəzaya uğrayaraq həlak olmuş, Kreml divarı önündə bastırılmış Xalidin Məmmədxanov SSR-nin ilk sınaqçı təyyarəçilərindən idi. Qarabağın erməni işğalçılarından azad olunması uğrunda döyüşlərdə xüsusi şücaət göstərmiş, 10 düşmən əskəri ilə tək başına döyüşmüş 22 yaşlı Çingiz Qurbanov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Bir vaxtlar oxuduğu Həzrə kənd orta məktəbinə qəhrəmanın adı verilmişdir. Uşaqlıq illərimin şirin xatirələri ilə bağlı olan kəndin məhəllələrini dolaşıram. Bir çox ləzgi kəndlərində olduğu kimi, Yarğunda da əvvəllər evlər çiy kərpicdən tikilərdi. Onlar 2 mərtəbəli olub, alt mərtəbə təsərrüfat məqsədləri üçün, üst mərtəbə isə yaşayış üçün nəzərdə tutulardı. Divarlar içəridən və çöldən suvandıqdan sonra əhənglə ağardılardı. Açıq heyvanlar evlərə yaraşıq verərdi. Ləzgi dilində onlara vadayvanar, 5 eyvanlar deyilir. Açıq eyvanlı evlərin yerini tədricən aynəbənd evlər tutmağa başlayanda, onlar öz görkəmi ilə kəndin ümumi görünüşünə bir ahəngdarlıq gətirdi. Çəpərlər burada bir qayda olaraq çubuqlardan və ya taxtalardan hörülərdi. Əslində burada çəpər şərti olub mal-qaranın girməsinin qarşısını almaq üçün çəkilərdi. Son illər kənddə hər cür şəraiti olan müasir evlərin inşasına üstünlük verilir. Evlər bir qayda olaraq daş hasarlarla əhatə olunur. Burada ötən dövrün ab-havasını yaşadan evlər az deyil. Onlardan biri Azərbaycanın əməkdar müəllimi rəhmətli Əziz Hacıyevə məxsus bu evdir. Əziz müəllim təkcə gözəl pedaqoq və zəngin mənəviyyatlı ziyalı kimi deyil, həmçinin bağında yetişdirdiyi minlərlə meyvə və gül ştilini təmənnasız olaraq paylayan xeyirxah kimi də tanınırdı. İndi Azərbaycanın neçə-neçə güşəsində onun yaşlı yadigarları pöhrə verir. Bu ev 18-ci əsr memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. Məşhur xeyriyyəçi İsaq Əfəndiyə məxsus olan bu ev bir zamanlar kəndin ən zəngin evi hesab olunurdu. Bu xeyirxah insanın həyətində kənd toyları keçirilərdi. İsaq Əfəndinin nəticəsi kənd həkimi Aqil İsaqov ailəsi ilə birlikdə ulu babasının evində ömür sürür. O, son illər öz məşhur nəslinin şəcərə ağacı üzərində çalışır. Evin altındakı bu baqqal dükanına bir vaxtlar ətraf kəndlərdən də alış-verişə gəlirdilər. Belə dükanların sayı kənddə 20-dən çox idi. Onların əksəriyyəti ötən əsrin sonlarına kimi fəaliyyət göstərib. Əfqan İskəndərova məxsus olan bu evin 3 əsrlik tarixi var. Onun yerləşdiyi bu ərazi bir vaxtlar kəndin mərkəzi olub. Ətrafda fərdi evlər, ictimai binalar, o cümlədən Sovet dövründə inşa olunmuş ilk məktəb binası var idi. Dəmir və Dilşad Allahverdiyevlərə məxsus olan bu ev kənddə filmlər çəkilən ev kimi də tanınır. Bu da təsadüfi deyil. İnteryerində 20-ci əsr ziyalılarının həyat və məişət tərzi qorunub saxlanan həmin evdə məşhur rəqqas Mahmud Esenbayev haqqında Mən rəqs edəcəyəm adlı bədii film çəkilib. 2018-ci ildə isə Soyuq Günəş bədii filminin bir sıra səhnələri burada ekranlaşdırılıb. Qusarın ilk peşəkar rejissoru Ramiz İbrahimovun uşaqlıq illəri keçən bu evdə isə filmin digər səhnələri çəkilib. Kənddə bir sıra nəsillərin nümayəndələri yaşayır. Qamuyar, Tağarar, Vadanar, Çingilar, Yaçqayar, Kəlbiyar, Məhəmmədəliyar, Puntar, Qasumar.
Qocaman müəllim Tofiq Əmrahov Küpçiyar, yəni boyaqçılar nəslinin nümayəndəsidir. O və uzun illər onunla bir yerdə kənd məktəbində müəllim işləmiş həyat yoldaşı Cəmilə Əmrahova mənə həmin nəslin tarixi haqqında maraqlı məlumatlar verirlər. Onu da deyim ki, bu kənd adamlarının ən çox xoşladığı mövzudur. Hər nəslin nümayəndəsi öz şəcərəsinin tarixini dərindən bilməyi ilə fəxr edir. Mən də istisna deyiləm. Nəslimizin nümayəndələrinə bağbanlıq həvəsi ulu babam Hacı Kərimdən keçib. O, çöldə, meşədə cır ağaclara calaq vurmaq həvəsi ilə tanınırdı. Həmin ağaclar bar verəndə uşaq kimi sevinərdi. Ulu nənəm Seley isə 18-ci əsrin el şairi olub. Onun bir nəfəsə yüzlərlə bayatı dediyi haqqında 104 yaşında dünyadan köçən tanınmış din xadimi Abdülkərim Kərimovdan, kənd ziyalıları Əsin Babaxanovadan və Dilşad Allahverdiyevadan maraqlı əhvalatlar eşitmişəm. Bayatı ustaları Tamu Misrixanova və Surat Məmmədova Seleyin bayatılarını əzbərdən deyərdilər. Bədahətən söz qoşub məclislərdə söyləyən el sənətkarları kənddə həmişə olub. Bağdad Xəlilova onlardan biridir. O deyir ki, qəribsiyəndə, ürəyi sıxılanda bayatılar dilindən öz-özünə süzülür. Belə deyib o, bayatı boğçasının ağzını açdı və ətrafa söz inciləri səpələndi. Müstəqil Azərbaycanın digər kəndləri kimi Həzrə də getdikcə inkişaf edir. Həzrənin əsrarəngiz təbiəti var. Palıd, vələs, ağcaqayın, qovaq ağacları ilə, yemişan, itburnu, çay tikanı, başın ağacı kolları ilə zəngin meşələri buranın sərvətidir. Burada 400-500 yaşlı fıstıq ağacları bitir. Kəndin mərkəzində Şeyx Cüneyd məqbərəsinin ətrafında bitən şərq platanları təbiət abidələri kimi mühafizə olunur. Buradakı Kupul Yad bölgənin ən məşhur müalicə əhəmiyyətli bulağıdır. Bir neçə əsrlik tarixi olan bu bulağa Qusarın müxtəlif yerlərindən yel xəstəliyini müalicə etmək üçün insanlar gəlir. Bu kəndin ən böyük sərvəti onun insanlarıdır. Sadə və zəhmətkeş, qəlbləri həyat eşqi ilə döyünən qədir bilən insanları.